İlham Əliyevin Gürcüstana səfəri siyasi dairələrdə müxtəlif qiymətləndirmələrə səbəb olub. Hakimiyyətin oponentləri bildirirlər ki, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan Gürcüstan üçün mühüm tərəfdaşdır. Bununla yanaşı vurğulayırlar ki, bu səfər hər hansı konkret siyasi partiyaya münasibətin ifadəsi deyil, Gürcü xalqına və ölkəyə göstərilən hörmətin nümunəsidir. Hakim komandada isə qeyd edirlər ki, Azərbaycan prezidentinin səfəri çərçivəsində müzakirə olunan bütün mövzular iqtisadi fayda, sülh və əməkdaşlıqla bağlı idi. Məlumat üçün bildirək ki, Azərbaycan prezidentinin Tbilisiyə səfəri artıq başa çatıb. O dünən səhər Gürcüstana gəlib və Gürcüstanın prezidenti, baş naziri, eləcə də Gürcü arzusunun fəxri sədri ilə görüşüb. Qazaxıstan Respublikasının Xarici İşlər Naziri də Gürcüstana rəsmi səfərə gəlib. Onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Xarici İşlər Nazirinin müavini Aleksandr Xftisiyaşvili qarşılayıb. Səfər çərçivəsində Ermek Xoşerbayevi Gürcüstanın Xarici İşlər Naziri Makka Bocorishvili ilə görüşəcək. Həmçinin Gürcüstan prezidenti və baş naziri ilə də görüşlər planlaşdırılıb. 14-17 aprel sessiya həftəsində parlament interpelasiya qaydasında Xarici İşlər Naziri Makka Bocorishvili dinləyəcək. Bu qaydada təqdim olunan sualları Gürcüstan üçün fraksiyası irəli sürüb. Partiyanın liderlərindən biri Georgi Şaraşidze izah edib ki, suallar Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi, eləcə də bu istiqamətdə mövcud olan bütün problemlərlə bağlı olacaq. İranda keçirilən hərbi əməliyyatlara ABŞ-ın Müdafiə Naziri də münasibət bildirib. Pete Hegseth'in sözlərinə görə bu həftə sonu Amerika Silahlı Qüvvələri bir daha sübut etdi ki, dünyada ən güclü döyüş qüvvəsidir. O qeyd edib ki, ABŞ hərbçilərinə tam fəaliyyət azadlığı verildikdə Donald Trump'ın etdiyi kimi onlar qarşısı alınmaz olurlar. BMT ABŞ-ı xəbərdar edir ki, İranın mülki infrastrukturuna hücum beynəlxalq hüququn pozulması hesab olunacaq. Bu barədə BMT baş katibinin mətbuat katibi bildirib. Onun sözlərinə görə mülki infrastruktura hücum o halda qadağandır ki, bina hərbi obyekt sayılsın, lakin mülki vətəndaşlar üçün risk yaratsın. Ukraynada vəziyyət yenə də çətin olaraq qalır. Vladimir Zelenskinin bəyanatına görə, əgər Rusiya Ukraynanın enerji sektoruna hücumları dayandırsa, Ukraynada analoji addım atacaq. Zelenski gündəlik müraciətində bildirib ki, Ukraynanın bu təklifi Amerika tərəfinin vasitəçiliyi ilə Rusiya tərəfinə çatdırılıb. Bununla yanaşı Zelenski Rusiyaya müxtəlif üsullarla təzyiq göstərməyə davam edən Ukraynanın tərəfdaşlarına təşəkkür edib.